Növbəti ildən vergi məcəlləsində ediləcək bir sıra dəyişikliklər həm iqtisadi sosial vəziyyəti şəkilləndirəcək, həm də büdcə gəlirlərinin formalaşmasına müsbət təsir göstərəcək. Həm də sahibkarlığın inkişafı, şəffaflığın genişləndirilməsi istiqamətində mühüm addımlara səbəb olacaq. Gəlir vergisində kimlərə güzəştlər ediləcək? 2026-cı il dövlət büdcəsində hansı dəyişikliklər var? Ətraflı süjetdə. 2026-cı ilin yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib. Ekspertlər hesab edir ki, yaşayış minimumunun artırılması həm ünvanlı sosial yardım alan ailələrin gəlirlərinin inflyasiyanın təsirlərindən qoruyacaq, həm də 4 nəfərlik bir ailənin minimal gəlirlərinin 60 manat artmasına gətirib çıxaracaq. Bundan başqa növbəti ildən təqaüdçülərin pensiyaya çıxma səbəbindən asılı olmayaraq, pensiyalarının təqribən 9,2-9,3% artırılması gözlənilir ki, bu inflyasiyanı üstələyəcək. Belə olan halda pensiya alan şəxslərin sosial vəziyyəti daha da yaşlılaşacaq. Bununla yanaşı mikro və kiçik sahibkarlara dəstək istiqamətində ciddi addımlar atılır. Nəqdsiz dövriyyə 0.5 əmsalla dövriyyə cəlb olunacaq. Bu deməkdir ki, nəqdsiz kartlarla ödənişə yaşıl işıq yandıran mikro və kiçik sahibkarlar prosesdən uduşlu çıxacaqlar. Onlar təbii ki, burada həm də isə alıcıların rahat şəkildə kartdan istifadə edərək ödənişlər etməsi məsələsi də öz həllini tapmış olacaq. Bundan başqa yaşıl sektorunda nəqdsiz ödənişlərə sadələşmiş vergi dərəcəsinin 8-dən 6%-ə endirilməsi nəzərdə tutulub. Yaşıl sektorunda nəqdsiz dövriyyə üzrə vergi dərəcəsində güzəşt tətbiqi nəzərdə tutulur. Vergi məcəlləsində dəyişikliyə görə ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən bir ədəd mobil cihaz aksizdən azad olunacaq. Dövlət rüsumu haqqında qanunda dəyişikliyə əsasən isə fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən bir ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Kirayələrin şəffaflaşdırılması istiqamətində də tədbirlər görülür. Belə ki, kirayədən qazanılan gəlirdən tutulan vergi 14%-dən 10%-ə endiriləcək. Bu həm kirayə gəlirlərinin şəffaflaşmasına, həm də vergi yükünün azalmasına gətirib çıxaracaq. Bununla yanaşı istehlakçılara da müəyyən vergilərin tətbiqi nəzərdə tutulur. Siqaret tütün istehlakında aksiz vergisinin artması nəzərdə tutulur. Bunun həm büdcəyə fiskal üstünlüyü var, həm də eyni zamanda vətəndaşların siqaret alışı və alışına, belə deyək də, marağını azaltmaq məqsədi güdür. İstismar müddəti 7 ildən çox olan köhnə maşınların idxalı zamanı aksiz vergilərinin artırılması nəzərdə tutulur. 7 ildən çox yaşı olan avtomobillərin ölkəyə idxalı zamanı aksiz vergisi əmsalı benzin mühərrikli avtomobillərdə 1,2-dən 1,5-ə, dizel yanacaqlı avtomobillərdə isə 1,7-dən 2-yə artırılacaq. ƏDV geri al layihəsinin spektoru genişləndirilir. Belə ki, gözəllik salonlarının, bərbərlər və bu tip xidmətlər göstərən subyektlər gələn ildən ƏDV geri al layihəsində iştirak edəcək. Beləliklə, bu xidmətlərdən istifadə edən şəxslər ödədikləri məbləğin bir hissəsini geri qazanacaq, həm də fəaliyyətini şəffaf quran subyektlərin məhsullarına, xidmətlərinə tələbat artacaq. Qeyri-neft, qeyri-dövlət sektorunda çalışanlar əmək haqlarının 3% qədər vergi verəcək və bu mərhələli şəkildə 7%-dək yüksələcək. Tibbi sığorta haqlarında məbləğin bir qədər azaldılması, vergi ödəyicilərinin vergi yükünün sosial sığorta yükünün azalmasına gətirib çıxaracaq. Məhəmməd Hacızadə, ATV Xəbər.